Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün nisbət tənasüb faiz bölməsinin izahı ilə qarşınızdayım. Əvvəlcə başlayaq nisbət anlayışından. Nisbət bölmə deməkdir. Yəni A bölünsün B şəklində olan ifadəyə nisbət deyilir. A-nın B-yə olan nisbətinə. Biz bunu A bölünsün B şəklində də yazsaq, yenə bu nisbət adlanacaq. A-nın B-yə olan nisbəti kimi yadda saxlayacağıq. Var tənasüb. Tənasüb nədir? Tənasüb iki nisbətin bərabərliyidir. Yəni A-nın B-yə olan nisbətinin C-nin D-yə olan nisbətinə bərabərliyinə tənasüb deyilir. Baxın, burada artıq iki nisbət var və bu nisbətlər bir-birinə bərabərdir. Kəsr şəklində də yenə eyni qayda ilə A bölünsün B bərabərdir C bölünsün D şəklində yazacağıq. Tənasübün əsas xassəsi buradan çıxır artıq, keçid eləyə bilərik. Deməli, tənasübün əsas xassəsi nədir? Kənar hədlər hasili, yəni A və D-nin bir-birinə olan hasili B ilə C-nin hasilinə bərabərdir. Yəni, AD bərabərdir BC. Burada da yenə eynisi olacaq, D silinib, nəysə. A vurulsun D çarpaz bir şəkildə. Bu belə, bu isə belə. Bərabərdir B vurulsun C-yə olacaq. Əgər nisbətlərdə, daha doğrusu tənasübdə, nisbətlərdən hər hansı birindəki ifadə verilməzsə, biz digərini tənasübün əsas xassəsindən istifadə edərək tapacağıq. Bu nə deməkdir? Məsələn, olsun 6-nın 4-ə olan nisbəti bərabərdir C-nin neçəyə deyim? C-nin 8 olan nisbətinə deyək. Baxın, əsas xassəni buradan çıxarıb tətbiq edəcəm. Kənar hədlər, yəni 6 və 8-i vururam bir-birinə. Burada isə olacaq 4 vurulsun C, yəni orta hədlərin hasili. C bərabərdir 48 bölünsün 4 eləyəcək 12. Baxın bu şəkildə. Əgər digər hər hansı biri də verilməzsə, onu da yenə eyni qayda ilə tapacağıq. Məlum olanları vuracağıq bir-birinə. Böləcəyik məchul olanın qarşısındakı əmsala. Yəni, kənarlar məlumdursa, kənarları vurub, ortada məlum olana böləcəyik. Xeyr, ortadakılar verilibsə, ortada olanları bir-birinə vurub, kənarda məlum olana vurub, verilməyən, yəni məchul olan hissəni tapacağıq. Əlavə olaraq tənasübdən qeyd edə biləcəyimiz bir şey, yuxarıda məsələn yazdığımda, yenidən yazıram. A bölünsün B-nin bir saniyə. A bölünsün B-nin C bölünsün D-yə olan nisbətində əlavə hansı bərabərlikləri çıxarda bilərik? Buradan A-nın C-yə olan nisbətinin B-nin D-yə olan nisbətinə bərabər olduğunu görürük. Və yaxud da tərsinə çevirsək, C-nin A-ya olan nisbətinin D-nin B-yə olan nisbətinə bərabər olduğunu da almış olaraq. Gəlin biraz asılılıqlardan danışaq. Düz mütənasib və tərs mütənasib asılılıqlar. Nədir asıllıq? Bir kəmiyyətin digərinə bağlı olaraq artması və yaxud da azalması. Məsələn, buna nümunə olaraq biz eyni yolda sürətimizlə həmin yola sərf elədiyimiz vaxt arasındakı əlaqədən danışa bilərik. Məsələn, yol dəyişməzsə, bizim sürətimiz nə qədər çox olarsa, yola sərf eləyəcəyimiz zaman bir o qədər azalmış olacaq. Və yaxud da tərsinə, mən sürətimi nə qədər azaldaramsa, yola sərf eləyəcəyim zaman bir o qədər artmış olacaq. Baxın, burada artıq görürsünüz ki, bir kəmiyyət digərindən asılı olaraq dəyişir. Və burada iki cür asıllıq ola bilər. Düz və tərs mütənasib asıllıq. Düz mütənasib asıllıq odur ki, bir kəmiyyət artdıqca digəri də artar. Məsələn, buna nümunə olaraq onu çəkə bilərəm ki, tutalım ki, mağazada satılan bir məhsul. Məhsul nə qədər çox satılarsa, mənim gəlirim ondan asılı olaraq bir o qədər çox olacaq. Bayaq çəkdiyim yol zaman asıllığında isə, daha doğrusu sürət zaman asıllığında isə tərs mütənasib asıllıq var. Yəni, S bərabərdir VT olduğunu bilirik. Burada S yol, V sürət, T isə zamandır. Baxın, burada mənim zamanım nə qədər çox olarsa, sürətim bir o qədər az olacaq. Bir şərtlə ki, yol eyni qalsın. Və yaxud da ki, deyəlim ki, sürətimi eyni saxlamışam,
zamanı 2 dəfə artırmışamsa, artıq burada görürsüz 2 VT şəklində ifadə alacaq. VT-nin S olduğunu biliriksə, bu olacaq 2S. Görürsünüzmü? Sürət dəyişmədiyi halda mənim yola sərf elədiyim zaman artarsa, əgər mənim gedəcəyim yol da artacaq. Buradan isə avtomatik olaraq çıxır ki, zamanla yol bir-biri ilə düz mütənasib asılı kəmiyyət imiş. Yəni burada məsələn biri bir neçə dəfə artırsa, qısaldaraq bu cür deyə bilərik ki, düz mütənasib asılılıqda hər hansı bir kəmiyyət bir neçə dəfə artarsa, digər kəmiyyət də bundan asılı olaraq bir neçə dəfə artırsa, deyirik bu asıllıq düz mütənasib asılılıqdır. Və yaxud da əksinə, bir kəmiyyət bir neçə dəfə artdıqda digər kəmiyyət bir neçə dəfə azalırsa, bu asılılığa isə tərs mütənasib asıllılıq deyilir. Gəlin bir neçə misal nümunəsinə baxaq. Misal. Deməli, deyir ki, ata 48 ədəd karandaşı övladları arasında 2-nin 4-ə və 6-ya, 2, 4 və 6 nisbətində böldü. Ən çox karandaş alan övladın neçə karandaşı oldu? Baxın uşaqlar, normalda mən baxmalıyam ki, görüm bu karandaşlar neçə hissəyə bölünüb. 2-si burada, 4-ü burada, 6-sı isə burada. Ümumilikdə bunlar 12 parçaya bölündü. Hər parçada neçə karandaş var bilmirəm. X şəklində, 12 X şəklində yazıram. Amma ümumilikdə bu parçaların hər birinin cəmi 48 olacağına görə, bu niyə dalğalı olur? 48 olacağına görə 12X bərabər olur 48-ə. Buradan X-i tapıram ki, 4-ə bərabər imiş. Yəni, birinci hissə, yəni 2X olan hissə 8, 4X olan hissə 4 vurulsun X 16, 6X olan hissə isə, yəni ən çox karandaş alan qardaş və yaxud da bacıdırsa 36 ədəd karandaş almış olacaq. Deməli, qısaldıram, neynirəm? Baxıram, ümumilikdə bunlar neçə hissəyə bölünüb? Toplayıram. Bunu 2x plus 4x plus 6x şəklində də toplamaq olar. Və yaxud da ki, 2, 4, 6-nı toplayıb daha sonra x əlavə edib ümumi cəmə də bərabər eləmək mümkündür. Bunu tapdıqdan sonra hər hissədə, yəni ümumilikdə neçə hissəyə bölünmüşdü? 12 hissəyə. Hər hissəyə neçə karandaş düşmüşdü? Bilmirəm. Bunu bu şəkildə tapıram. Daha sonra isə tək-tək yerinə qoyub hesablayıram. Bizdən ən çox karandaş alan övladı soruşur. O da alacaq 36 karandaş. Bir nümunə də istəyirəm ki, tərs mütənasib asılılığa çəkim. Misal daha doğrusu bunun üzərində göstərim. Deməli, burada desin ki, 340 ədədini 3, 4 və 8 nisbətində 3 hissəyə bölün. Tərs mütənasib şəkildə bölün. Baxın, bu səfər tərs mütənasib olduğuna görə mən 3-dən 1 yazacağam. Tərs mütənasib olduğu üçün 3-ün tərsini götürürəm və bayaqki kimi x-imi əlavə edirəm. 4-ün tərsi 4-də 1 x və 8-in tərsi olacaq 8-də 1 x. Topladım, ortaq məxrəc deməli olacaq 24, x-imi yazıram, 24-də 17 x. Bu bərabərdirmi? 24-də 17 x bərabərdirmi? 340-a. Buradan x-i tapıram, 340 bölünsün 24-də, gəlin yazın, birbaşa yazsam başa düşməyəcəksiniz, 17 tərsinə çevrilib vurulacağı üçün 340-ı vururam 24-də, bölürəm 17-yə, ixtisar gedir 20, ümumilikdə 480 bizim x-imizin qiyməti alınmış olur. Deməli, 3-də 1 x-i vururam 480-ə, eləyir 160, 4-də 1 ədədini vururam, kəsirini vururam 480-ə 120 və 8-də 1-i vururam 480-ə eləyir 60. Bu isə budur. Yəni bizdən ən çoxu, ən azı soruşa bilər və yaxud da ən çoxla ən azın fərqimi, tutalım ki, ən azın 2 misli, 3 misli bu tipli suallar verə bilir. Siz əsas bu hissələri tapırsınız. Daha sonra nə istədiyindən asılı olaraq bu ədədlər üzərində artıq hesablamalar aparırsınız. Məncə bu qədər nümunə və
misal kifayətdir. Lazım olduqca digər izahlarda da yenə nümunələri yerləşdirərəm. Danışaq biraz faizdən. Nisbət tənasüb faiz bölməsində ən çox istifadə olunan elə faizin özü olduğuna görə davam edək faizlə. Deməli, əvvəlcə faizin tərifini qeyd edirəm. Ədədin 100-dən 1 hissəsinə faiz deyilir. Bizim bu vaxta qədər öyrəndiyimiz adi və onluq kəsirlərin faizlə ifadə etməyi öyrənəcəyik bu mövzuda. Faizi adi kəsir və yaxud da onluq kəsirlərlə ifadə etməyi öyrənəcəyik. Deməli, faizin işarəsini qeyd edim. Baxın, bu faiz işarəsidir. Faiz deməkdir. Yəni, məsələn, bu 40%dir. Bu şəkildə oxunacaq. Yəni, 40-dan sonra faiz yazmağa filan ehtiyac yoxdur. İşarəsini yəqin ki, bilirik. Gələk adi kəsirlərin, adi və onluq kəsirlərin faizlə ifadəsinə. Tutalım, bizə verilib 2-də 1 kəsirini faizlə ifadə etməyi istəyir bizdən. 2-də 1-i vuracam 100-ə. 50 olacaq 50 faiz. Və yaxud da 0,3 onluq kəsirini faizlə ifadə etmək lazım olarsa, yenə eyni qayda ilə vuracam 100-ə olacaq 10%. Faiz verib adi və yaxud da onluq kəsirlə ifadə etməyimizi soruşarsa, məsələn, 25%-i adi kəsirlə ifadə edin desə, 25-i bu cür kəsirlə 100-ə bölüb ixtisar eləyəcəm. Alınacaq mənim cavabım 4-də 1. Əgər onluq kəsirlə ifadə et deyərsə, bu zaman 25-i bölürük 100-ə, eləyir 0,25. Və verilmiş ola bilər bizə ədədin faizinin hesablanması. Tutalım ki, müəyyən bir A ədədi verilib və bizdən bu A-nın B faizini tapmağı tələb edir. B faizini tapın deyir. Nə edəcəm mən? Baxın, əsas qayda budur. Tənasüb ilə də göstərəcəm. A-nın B faizini tapmaq üçün A ədədini B-yə vurub 100-ə bölmək lazımdır. Bunu başqa cür bu şəkildə də deyə bilərəm ki, bir ədədin faizini tapmaq istəyirəmsə, həmin ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək kifayət eləyir. Məsələn, necə? Tutalım ki, verilib 30 ədədinin 40%-ni tap deyir. 30-u vuracam 40-a, böləcəm 100-ə. Bu şəkildə eləyəcək 12. Bunu başqa cür necə tapmaq olar? Yuxarıda qeyd etdim ki, tənasüblə də hesablamanı göstərəcəm. Baxın, 30 ədədin özüdür. Yəni bütövü. Bildiyimiz kimi biz bütövu 100% ilə ifadə eləmişik. Və bizdən istədiyi bunun 40%-idir. Baxın, bu şəkildə faizin aşağısına gələcək şəkildə yazıram. Bilmədiyimi x ilə işarə edirəm. Yəni, 30 ədədi 100%-dirsə, x bunun 40%-idir. Buradan bu şəkildə çarpaz vuraraqdan x-i tapıram. Məsələn, 30 vurulsun 40 bərabərdir 100x yazıram. Bir saniye. Hı-hı. 30 vurulsun 40 bərabərdir 100 vurulsun x. Vuracam, bayaqki kimi x bərabərdir 1200 bölünsün 100 elədi 12. Baxın, hesab sonunda eyni yerə gəlir. Sadəcə olaraq hansı qayda kimə daha rahatdırsa, necə uyğundursa o şəkildə götürüb istifadə edə bilərsiniz. Bir də var faizinə görə ədədin tapılması. Bu zaman isə müəyyən bir ədədin, daha doğrusu müəyyən bir faizin nəyə bərabər olduğu göstərilir və ədədin özünü tapmağı tələb edir bizdən. Tutalım ki, bizə bu səfər desin 40%-i, elə bayaqki ədədlərdən istifadə edəcəm. 40%-i 30 olan ədədi tapın. Bu zaman əsas qaydamız necədir? Ədədi, yəni 30-u vururam 100-ə, bölürəm faiz göstərən ədədə. 25 eləyəcək bizim cavabımız 75. Deməli, 75-in 40%-i 30 imiş. Tənasüblə necə taparam? 40% 30-a bərabərdirsə, mən ədədin özünü, tamamını, yəni 100%-ni axtarıram. 100%-i olacaq x. Bu şəkildə yenə tənasübü qururam. Baxın, 100 vur 30 bölünsün 40 bərabərliyini biz
yenə də almış olduq. Gördüyünüz kimi nəticə eyni yerə gəlir. Sadəcə yollar və yadda saxlamalı olan qaydalar fərqlidir. Bir də sizə asan olaraq ipucu şəklində bir şey deyim. Əlavə qeyd olaraq işinizə yaraya bilər. Tutalım ki, bayaq biz dedik 30 ədədinin, yəni 30-un 40%-ni tap. Sual işarəsi. Bir də ki, 40%-i 30 olan ədədi tapın. Nəysə, davamını yazmıram. Baxın, burada diqqət eləməli olduğunuz nədir? Görürsünüz, burada faiz ikinci gəlib, burada isə birinci sırada. İkinci sırada gələrkən surətdə olur. Yəni 30 vurulsun 40 bölünsün 100 şəklində. Əgər faiz birinci yerdə gələrsə, o zaman məxrəcdə olur. Yəni 30 vurulsun 100 bölünsün 40 şəklində olur. Yenə tənasüblə də yazaraq asanlıqla tapa bilərsiniz. Sadəcə ipucu olsun deyə dedim. Yəni bu hissəsinə görə ədədin tapılması və ədədin hissəsinə görə ədədin hissəsinin tapılması mövzusu ilə eynidir. Yəni yollar eynidir. Sadəcə olaraq faiz biraz daha böyük ədədlərlə işlənir. Yəni kəsir, onluq kəsir kimi deyil. Biz ədədin faizlə ifadəsini qeyd etdik, elə deyilmi? Yəni məsələn 25 ədədinin 25%-in onluq kəsirə çevrilməsi. Bəli, bunların hamısını dedim. Mən biraz artma və azalma məsələlərinə aid danışmaq istəyirəm. Deməli, artma nədir, azalma nədir? Tutalım ki, bunu elə misal üzərində izah eləyim. Çünki qayda olaraq demək biraz qarışıq olacaq. Tutalım ki, bizə deyir ki, verilmiş hər hansı bir ədəd x ədədi olsun. Bu ədəd 5 dəfə artdı. 5 dəfə artdı. Ədəd neçə faiz artmış oldu? Faizlə ifadə eləyəcəm. Bayaq x idi, 100% idi, düzdürmü? Ədədimizin özü. Bu dəfə artdı, oldu 5x. Bunun mən nə olduğunu tapacağam. İndi sual işarəsi qoyum. X yazmayayım hər tərəfdə. Bu nədir? 100 vurulsun 5x bölünsün x. Baxın, x-lər gedir. Cavab qalır 500%. Baxın, indi burada cavab əslində 500 deyil. Yəni 500% olur. Bayaq 100% idi. İndi artdı, oldu 500%. Ümumilikdə neçə faiz artmış oldu? 500 çıxılsın 100. Yəni 400% artdı. 5 dəfə artım 400%-ə bərabər oldu. Başqa necə yaza bilərik? Nə cür yaza bilərik? Onu da qeyd edim. Tutalım ki, x idi, artdı 5x oldu. Çıxıram eləyir 4x. X-ım 100%-dirsə, 4x-ım, yenə sual işarəsi yazıram. 4x vurulsun 100 bölünsün x şəklində. Baxın, x-lar gedir 400% artmış oldu. 400% artmış oldu. Baxın, bu şəkildə. Ya əvvəlcədən çıxıb hesablamaq lazımdır. Ya da ki, hesabladıqdan sonra mütləq çıxmaq lazımdır ki, nə qədər artmış olduğunu tapıq. Yəni, biz normal ədədim x idi. 5 dəfə artandan sonra 500x olur. Bu öz yerində. Yəni, 500% qalxıb getmiş olur. Amma bu artım nə qədərdir? Biz bunu tapmaq üçün mütləq və mütləq çıxmalıyıq. Eyni şey azalma üçün də keçərlidir. Məsələn, nə qeyd edeyim, nə deyim? Deyək ki, müəyyən bir ədəd 20% azalmış olsa və yaxud da elə 4 dəfə azalmanı deyim. Müəyyən bir hər hansı bir x ədədi, bu səfər 4x ədədini deyirəm. 4x ədədi 4 dəfə azalsın. 4 dəfə azaldı. Deyir ki, bu ədəd neçə faiz azaldı? Baxın, normalda bayaq 4x idi, bu 100%-dir. 4 dəfə azalanda 4x-i bölürəm 4-ə eləyir x. Buradan bunu tapacağam. Olacaq 100 vur x bölünsün 4x şəklində. Oldu 25%. Baxın, 25% bunun sonuncu halıdır. Nə qədər azalıb, neçə faiz azalıb 25 olub bunu tapmaq üçün 100-dən 25-imi çıxıram, eləyir 75% azalma. Ədədin özü 25 olub. 25%-nə bərabər bir ədəd alınıb 4 dəfə azalandan sonra. Amma
Bu neçə faiz azalmanı soruşduğu üçün biz çıxmanı hesablayacağıq. Gəlin bir neçə də məhsulun qiymətinin artıb azalmasına aid misallara baxaq. Çünki test toplusu olsun, sınaqlar olsun, əksər hallarda bu tipli suallardan düşür. Məsələn, deyək ki, məhsulun qiyməti əvvəlcə 20% artdı, daha sonra isə 20% azaldı. Məhsulun qiyməti necə dəyişdi? Yəni, deməli dedik, nə oldu? 20% artır. Birinci olaraq budur. İkinci olaraq da bu 20% artma, 20% azalır. Müəllim nə var ki, burada 20% artdı, sonra da 20% azaldı, deməli qiymət dəyişmədi. Xeyr, tam olaraq belə deyil. Baxın, burada mənim sizə tövsiyəm, məhsula özünüzdən bir qiymət qoyun. Tutalım ki, məhsula bir x manat deyək, bu x-in təbii ki, qiyməti olacaq. Mən tövsiyə edirəm ki, 100-ü götürəsiniz. Çünki 100 ilə hesablamaq çox asandır. Tutalım ki, mənim məhsulumun ilk qiyməti 100 manat imiş. Bu 100 manat 20% artanda 100 deməyimin əsas səbəbi odur ki, məsələn 100% isə x 20-dir. Avtomatik buradan çıxır ki, elə x də 20-dir. 20% artırsa olur 120 manat. İndi bu 120 manat yenidən 20% azalır. Baxın, 120-ni 20% azaltmalıyam. 120 100%dirsə, x-ım 20%dir. Burada mən x-i hesablasam, alaram ki, 24 manat fərq var. Belə yazım. 24. Deməli, bayaq 120 imiş. İndi azaldı, oldu 120, çıxılsın 24. Eləyəcək 96 manat. İndi baxıram, bu ilkin qiymətdən necə dəyişdi? Bayaq nə idi? Nə deyirdim? Bayaq 100 manat idi. Yəni birinci halı 100 manat idi. İndi isə dəyişdi, oldu 96 manat. Ümumilikdə malın qiyməti ilkin qiymətə nəzərən 4% azalmış oldu. Bizdən burada soruşa bilər ki, malın sonuncu qiyməti nə qədərdir? 96 manatdır. Əlavə nə soruşa bilər? Onu da soruşanda görəcəyik. Bu tipli hələlikçi misallar deyə bilərəm. Yəni ağla ilk gələnlər bunlardır, bunlar dedim. Yəni dedik ki, ilk qiymətə nəzərən nə qədər dəyişə bilər? 4% azalar. Son qiyməti nə olar? 96 manat olar. Bu şəkildə tapmış olduq. Gəlin davam eləyək. Deməli, burada məsələn verilə bilər bizə nə tipli misallar. Soruşa bilər ki, tutam ki, müəyyən bir ədəd versin, 20 ədədi. Deyər ki, 20 ədədi 16-dan neçə faiz çoxdur? Neçə faiz çoxdur? Nəysə, yazmaq vaxt apardım. Deməli, 20 ədədi 16-dan neçə faiz çoxdur? Baxın, 16-dan söhbət gedir. 16-dır mənim əlimdə olan. Yəni, mənim 100%-im 16-dır. Artım olacaq 20. Yəni, 20 16-nın neçə faizidir? Bunu tapacam. Buradan x-i hesablayıram. Deməli, 100, 20, 16. 4-ə geçsə, burada 4, burada 5, burada 25. Vuracam eləyəcək 125 faizi. 125 faizi. 16-nın özü 100 idi, 20 isə 16-nın 125 faizidir. Nə qədər çoxdur? 25% bu ondan çoxdur. İndi mən sizə burada başqa nə göstərə bilərəm? Bir dənə bunu da deyim. Bəzən yazmıram, qeyd eləmirəm, sonra yenidən soruşursunuz. Tutalım ki, deyər ki, müəllim, mən çıxıram 20-dən 16-nı qalır 4. 16-ya deyirəm 100%-dir. 4-ə deyirəm x faizdir. Hesablayır, tapıram ki, 25% imiş. Səhvdirmi? Xeyr, əsla səhv deyil. Bu daha konkret cavab verir. Yəni orada məsələn 125% tapıb əksər hallarda variantda faiz olur deyə o faiz sizi çaşdırır. Məsələn 25 də olur, 125 də olur. O faizi görəndə tələm-tələsik, hətta sınaqdasınızsa ümumiyyətlə tələsirsiniz, elə deyirsiniz 125%. Əvvəlcə çıxıb daha sonradan hesablasaz, belə də aldığınız elə ilk faiz sizin cavabınız olar, tələsməzsiniz, səhv də eləməzsiniz. Amma bir qayda daha göstərmək istəyirəm. Baxın, yenə 20-dən çıxacam 16-nı.
bərabər olacaq 4-ə. Burada belə bir qayda var. Ədədlər arasındakı fərq və bu dan-dən şəkilçisi istifadə olunan daha doğrusu ədəd. Biz nə dedik? 16-dan nə qədər çoxdur? Baxın 16-dan. Yəni 16 yazıram. Ədədimin özü 16 imiş. Vururam 100-ə. 4-də 1. Bununla da bu gedir. Eləyir 25%. Yəni bunu bir formul, bir düstur kimi desək, deməli bu şəkildə yazırıq. Aradakı fərq bölünsün. Baxın o bayaq yazdığımız şəkilçidir. Yəni dan-dən şəkilçisi olan söz vurulsun 100% şəklində bir formul kimi yadda saxlayıb istifadə də eləyə bilərsiniz. Yəni bu əslində yuxarıda yazdığımın eynisidir. Sadəcə olaraq mən bunu hamısını bir yerə yığıb bir yerə yığılmış formasında göstərdim. Yəni məsələn baxın burada tənasüb qursam hara getdi? Tapa bilməyəcəm indi. Baxın burada tənasüb qurmuşam. Bu qurduğum tənasübdə. Yenə 4 vurulsun 100 bölünsün 16 şəklindədir. Yəni bu əslində buradan çıxır. Mən özümdən kəşf elədiyim, əlavə olaraq kəşf olunmuş bir şey deyil. Sadəcə olaraq bunu sadələşdirib formul halına gətirib bu formada göstərə bilərsiniz. Yəni əksər hallarda şagirdlərin beyni istəyir ki, elə konkret bir şey olsun, bir cihaz olsun, içinə açsınlar, cavab hazır çıxsın. Baxın o budur. Bunu istifadə edə bilərsiniz, yadda qalırsa. Qalmırsa da elə yuxarıda qeyd etdiyim ilk məsələmiz o formada olacaq. Biraz danışaq məhlul məsələlərindən. Bax, məhlul nədir? Məhlul spirtlə suyun qarışığı, duzla suyun qarışığı və yaxud da hər hansı bir şəkərlə suyun qarışığına məhlul deyirik. Şəkərli məhlul, spirtli məhlul, duzlu məhlul və s. bu şəkildə qeyd eləyə bilərik. Burada faiz nisbəti nəyin nəyinə olur? Yəni nə şəkildə olur? Tutalım ki, götürürəm spirt, bir saniyə bu yaxşı görünmür, plus su. Bu qarışıq oldu məhlul. Bu məhlulun faizini deyəndə, məsələn, spirtli faizimi, duzluluq faizim nə qədərdir deyəndə, içindəki maddə artıq hər nədirsə, spirtdirsə, duzdursa, sudursa, duzdursa və yaxud da şəkərdirsə fərqi yoxdur. Bunun ümumi məhlula olan nisbətini vururam 100-ə. Yəni mən bu şəkildə əlimdəki qabımda olan məhlulun spirtlilik faizini tapmış oluram. Yəni bunun içərisində nə qədər spirt var anlamında. Burada məsələn əlavə olaraq nələri bilməlisiniz, nələri yadda saxlamalısınız? Tutalım ki, verilir bizə bir qabdır. Bunun içərisində məhlul var. Neçəsə faizli məhluldur deyir. Üzərinə spirtmi əlavə elədim. Baxın, spirt əlavə olunursa əvvəlki halı plus sonradan deyəlim ki, x qədər spirt tökürəm. Sonrakı halı. Yəni mən qabın içərisinə spirt tökürəmsə, bu qabın içərisindəki məhlulun özünün də qiyməti artmış olacaq, miqdarı artmış olacaq. Spirtin də miqdarı artmış olacaq. Ona görə həm surətə, həm də məxrəcə nə qədər gəlmişəmsə onu əlavə eləyib bu şəkildə yazıram. X litr spirt deyim burada. Bilinsin. Baxın bu şəkildə. Əgər ki spirt deyil, sadəcə su əlavə eləyirəmsə, tutalım bu qabım, üzərinə gəlirəm x litr su. Baxın, burada bunun içərisindəki spirtin miqdarı dəyişməyəcək. Elə spirt bayaqki spirtdir. Mən sadəcə su tökürəmsə qabım dolur. Yəni məhlulun qiyməti artmış olur. Bu şəkildədir. Yəni hesablayacaqsınız. Ən sonuncu halı neçə faizli spirt alındı, neçə faizli daha doğrusu məhlul alındı kimi suallar verilərsə bunlarla cavab verəcəksiniz. Əgər sırf spirt və yaxud da sırf duz varsa siz bunu 100 faizli götürürsünüz. Sadəcə sudursa, spirt və yaxud da duz qarışığı yoxdursa, siz buna 0 faizli məhlul deyəcəksiniz. Gəlin bir neçə məsələnin həlli ilə bu öyrəndiklərimizi daha da təkmilləşdirək. Tutalım ki, bizə verilib, deyir ki, bir saniyə, 40 litr spirt məhluluna, məhlulu ilə 120 litr spirt ilə, məhlul deyil, 40 litr spirt ilə 120 litr sunu qarışdırdıq. Deyir ki, bu zaman neçə faizli məhlul alınır? Qabımın içinə 40 litr spirt, bunun da üzərinə 120 litr
Su tökürəm, olur ümumilikdə 160 litrlik bir qarışım. Bu qarışımın 40 litri spirtdir. Bu spirti hər dəfə yazmasınız olar. Sadəcə sizə aydın olsun deyə yazıram. Ümumi məhlulum isə 160 litrdir. Vururam bunu 100-ə. 4də 1. Bununla da bu gedir, eləyir ümumilikdə 25%li qarışım. Yəni, ümumi bu su spirt qarışığının bu qabın içərisində 25%lik qarışım var. Yəni, bu qarışımın içərisindəki spirtin bu şəkildədir və yaxud da belə bir şey verər ki, 30 litr 50%li, bu dəfə duz məhlulu deyəcəm, duz məhlulu ilə və yaxud da sadəcə bunu deyim hələ. Deyək ki, 30 litr 50% duz məhlulunun içərisində nə qədər spirt var? Baxın, 30 litr ümumidir. Yəni, bunun 100%-i budur. Bunun içərisində isə 50%-i duzdur. Yəni, 30-un 50%-i duzdur. X-i tapıram. Buradan elə hesablama aparsam 50% yarıda da bilirik ki, 15 qram artıq nə isə bu olur bunun içərisindəki duz. Yəni, bizim 30 litr 50%li qarışımımızın içərisində 15 litr duz, yəni yarısı duz, qalan yarısı isə nə imiş? Sudan ibarət imiş. İndi gəlin məsələmizi biraz daha professionallaşdıraq. Elə həmin yuxarıda qeyd elədiyim 30 litr 50%li məhlul ilə 40 litr 15%li məhlulu qarışdıraq. Və bizdən istəyir ki, burada alınan yeni məhlulum neçə faizli olacaq? Baxın, birinci qabım nədir? Bu olsun 30 litrdir. 30 litr neçə faizli idi? 50%li qarışım. Bir dənə də başqa qabımız var. Bu qabımız bizim 40 litrdir. Və bunun içərisində bu isə 15%lidir. Əlavə bir qabda bunların ikisini də qarışdırıram. Məndən soruşur ki, alınan qarışım neçə faizli məhlul olacaq? Baxıram ki, bunu ümumilikdə qarışdırsam 70 litr məhluldur. Yəni, qarışım 70 litr olacaq. Və bunun x faizi götürürəm. X faizi də duzdur. İndi nə edirəm? Əvvəlcə hesablayıram, görüm bu birincinin içərisində nə qədər duz var imiş. Bayaq hesabladıq, gördük ki, 15 qram duz burada var. İndi bunu hesablayıram. Bu 40 litrin, baxın, ilk yazdığım düstur nə idi? X bölünsün 40. Bu niyə belə oldu? X vurulsun 40, bölünsün 40, vurulsun 100 bərabərdir 15 şəklində yazıb buradan x-i hesablasam. Deməli, 1500, gəlin bunu ixtisar edeyim, 5 burada, 2 də burada. 500 niyə yazdım? 15-i vururam, 15-i vururam 2-yə, bölürəm 5-ə. Burada da 15 idi, 3. Hesabladım, elədi 6 qram da bunun içərisində duz. İndi gəlirəm yuxarıda yazdığım qaba. Deməli, mən bunları üst-üstə tökəndə hesablamamı aparıram. Üst-üstə tökəndə qabdakı ümumi məhlul oldu mu? 70 litr. Və bunun birində 15 qram duz var. O birisində 6. Bunları toplayıram. Daha doğrusu vururam, toplayıram. Daha sonra isə vururam 100-ə. Bərabərdir. Deməli, 21 bölünsün 70, vurulsun 100. Bu ilə bu geçsin. 3. Elədi nə? 30%li məhlul. Yəni, 70 litr 30%li məhlul. Ümumi qarışım 70 litrdir. Bunun içərisində 30% isə nə imiş? Duzuymuş. Yəni, duzun ümumi kütləsini tapdıq ki, 21 qramdır. Faizlilik, yəni məhlul halında isə faizliliyini hesabladıq ki, 30%li məhlul imiş. 30 idi da, hə. Məncə bu günlük bu qədər kifayət eləyər. Yenə nümunə misal izahlarında da əlavə misallar çəkəcəm. Hələlik bu günlük bu qədər. Sağ olun.